Kilsədən Paşinyana ölüm zəngi, böyük hesablaşma başladı. Rusiya detalı diqqət çəkir. İrəvanda gərginlik pik həddə çatıb. Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan Apostol kilsəsi arasında açıq qarşıdurma ölkə daxilində siyasi böhrana səbəb olub və müxalif ruhani lider Tavuş yeparxiyasının keçmiş rəhbəri arxiyepiskop Baqrat Qalsyan və tanınmış iş adamı Taşir Group Holdingin sahibi Samvel Karapetyanın həbs olunması isə bu qarşıdurmanı daha da alovlandırıb. Paşinyanın mövqeyini zəiflədən bu proseslər həm Ermənistan daxilində, həm də regionda narahatlıq doğurur. Bakı isə sərhəddə artan gərginlik və sülh gündəminin ləngiməsindən ehtiyat eləyir. Qlobal infazda danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistanın baş naziri ilə kilsə arasında gərginlik yeni deyil. Təxminən 7 ildir ki, Paşinyanla Ermənistan Apostol kilsəsi arasında ziddiyyətlər davam eləyir. Məlum olduğu kimi Paşinyan 2018-ci ildə məxməri inqilab nəticəsində hakimiyyətə gəldi və uzun müddət ölkə siyasətinə nəzarət eləyən Qarabağ klanını, yəni Robert Köçəryan və Serj Sarkisyan kimi Rusiyaya bağlı şəxsləri devirdi. Bu klanın zəifləməsindən sonra Rusiyanın Ermənistandakı digər təsir mərkəzləri olan Ermənistan Apostol kilsəsi aktivləşdi. Kilsə dini struktura malik olsa da tarixən siyasi və ideoloji funksiyalar daşıyıb və bugün də həmin missiyanı davam etdirir. Hazırda qərb yönlü Paşinyana qarşı olan qüvvələrin əsas dayaq nöqtəsi məhz kilsədir. Təsadüfi deyil ki, 2024-cü ilin yazında Tavuş bölgəsində başlayan və İrəvanda davam edən aksiyalara rəhbərlik edən şəxs arxiyepiskop Baqrat Qalsyan idi. Həmin etirazların əsas təşkilatçısı və məqsədi də Paşinyanı devirmək idi. Politoloq Zeynal Əmrəliyev deyir ki, Ermənistan daxilində Rusiyaya bağlı qüvvələr son aylarda aktivləşiblər. Bir müddət öncə Rusiyanın Ermənistan üzrə kuratorunun dəyişdirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Əgər indiyədək bu məsələ ilə əsasən Xarici İşlər Naziri Sergey Lavrov məşğul olurdusa, artıq bu funksiyanı Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiryenko davam etdirir. Sergey Kiryenko Rusiyada inqilabların atası kimi tanınır. O nəzarət etdiyi ölkələrdə hakimiyyət dəyişikliyi təşəbbüsü ilə tanınır. Məhz bu kontekstdə Samvel Karapetyanın Ermənistana gəlişi, Paşinyana qarşı çağırışlar və nəticə etibarilə də onun həbs olunması Kremlin bu prosesi koordinasiya etdiyinə işarə eləyir. Bütün bunlar Rusiyanın Ermənistana təsir imkanlarını artırmağa çalışdığını, kilsənin və digər anti-Paşinyan qruplarının isə bu planın bir hissəsi kimi hərəkət etdiyini göstərir.